360 derece canlı Azərbaycanda. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum ve la nadahum ecma'in. Minel ane ila qiyam yevmiddin. Allahümme accil velikel. Değerli Zehra TV izləyiciləri, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərində olsun. Bu günləri yenidən önəmli bir mövzuda sizin qarşınızdayıq. Belə ki, mövzumuz hal-hazırda aktual olan məsələlərdən biridir. Gənclərin və yeniyetmələrin tərbiyəsi. Bildiyimiz kimi gənclərin bugünkü gündə düzgün təfəkkürdə, düzgün istiqamətdə və düzgün təfəkkürdə, etiqadda olması çox önəmli bir məsələdir. Lakin bəzən olur ki, gənclərin yanlış təfəkkürə düşməsi, yanlış yollara meyl etməsi onların həyatının məhv olmasına səbəb olur. İnşallah ki, bu barədə qonaqlarımızla, ekspertlərimizlə mövzu müzakirə edəcəyik. Bizimlə qalın. ...360 derece canlı Azərbaycanda. Bəli, qonaqlarımızı təqdim edirik inşallah. İlahiyyatçı Seyid Mir Heydər Qəniyev. Seyid, salam aleykum və rəhmətullah. Aleykümselam və rəhmətullah. Hoş gəlmişsiniz inşallah. Və digər qonağımızı, Allah razı olsun, digər qonağımızı təqdim edirik. Psixoloq Hacı Ramil qardaşımız Əmirovu dəvət edirik. Hacı, salam aleykum. Aleykümselam və rəhmətullah. Xoş gəlmişsiniz, hər birinizi xoş gördük. Çox sağ olun, Allah razı olsun. Allah razı olsun, Allah sizləri salamat eləsin. İnşallah ki, vaxtımızı çox uzatmadan mövzunu da yəqin ki, qısa müqəddimədən aydın oldu. Mövzu barəsində olan sualları səsləndirmək istəyirik Allahın izni ilə. İnşallah ki, sizlərin bu barədə cavabları izləyicilərimiz və bizlər üçün önəmlidir. Mövzumuz gənclərin və yeniyetmələrin tərbiyəsidir. İlk sualımız isə bundan ibarətdir. Niyə keçmişin tərbiyə üsulları bugünkü yeniyetmələr üçün az təsirlidir? İlk sualı Seyid qardaşımız Mir Heydər qardaşımıza yönəltmək istəyirik. İnşallah ki, o bu suala inşallah ki, cavab verər. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə əziz izləyicilərimizi salamlayıram və sabah axşam Həzrət Əli Əkbərin Mövlud gecəsi daxil olacaq. Bu münasibətlə də bütün Əhl-i Beyt aşiqlərini təbrik edirəm. Qoyulan mövzu əhəmiyyətli bir mövzudur və cəmiyyətlə əlaqələndirən bir mövzudur. Əsasən insan bu mövzu barəsində danışanda biz fikri yönəldirik ki, necə eləyək ki, övladlarımız daha tərbiyəli olsun, necə eləyək ki, övlada verdiyimiz tərbiyənin effektini görə bilək. Amma baxanda əxlaq alimləri ilk öncə bunu vurğulayırlar ki, insan ilk öncə özünü tərbiyələndirməlidir ki, verdiyi tərbiyə də effekti olsun, təsiri olsun. Əvvəl məsələn, insanın sual bundan ibarətdir ki, niyə görə köhnənin tərbiyə metodları indiki uşaqlara təsir eləmir? Bunu başa düşməliyik ki, ilk öncə insan, ata və ana, valideyn özünü tərbiyələndirməlidir. Bir nəfər gəlir bir əxlaq alimindən soruşur ki, mənim övladım dünyaya gəlib, mən onun tərbiyəsi ilə nə vaxtdan başlayım? O da deyir ki, sən gecikmisən, onun üçün nütfəsinin niyyət eləmişdin onu dünyaya gətirməyi, o dönəmdə artıq özünü tərbiyələndirməliydin ki, daha onun tərbiyəsi ilə də düşünəndə onun effekti ola bilsin. Əvvəl köhnə tərbiyə üsulları bundan ibarət idi ki, insanın evi və məhəlləsi, oturub durduğu məhəllə uşaqları və məktəbi. Bu üçlüyün arasında tərbiyə üsulları formalaşırdı. İnsan özünü evdə nə cür aparsın, insan özünü məhəlləsinin içərisində nə cür tanıtdırsın, göstərsin və insan özünü məktəbdə, universitetdə, cəmiyyətdə nə cür inteqrasiya eləsin. Amma bu günlər görürük ki, evladlarımız evdən bayıra çıxmaq belə istəmirlər.
Hətta ata və anadan daha çox dialoqa girmək əvəzinə bütün günü telefonla məşğuldurlar, cizgi filmlərinə baxırlar, oyun oynayırlar və bu bunu göstərir ki, biz tərbiyə o ki deyir ya, köynənin tərbiyə metodlarının niyə görə təsirini göstərmir? Köynənin tərbiyə metodlarında üslubu dəyişdirməliyik. Əvvəl məsələn üçün ata öz övladına bir şeyin zərərli olduğunu bir kəlmə ilə deyirdi ki, filan şey zərərlidir. Və övlad da onun zərərli olduğunu küçədə, cəmiyyətdə görürdü. Amma bu günləri övladlarımız bizdən onun daha artığını tələb edirlər. Biz ona səbəbi başa salmalıyıq ki, bu niyə görə zərərlidir. Və İslam mənbələrinə diqqət edəndə görürük ki, bu günləri həqiqətən də biz istəyirik ki, köynənin tərbiyə üsullarını, biz indi adını köynək qoymuşuq, sualdan bu cür nə çıxır da, necə eləyək ki, övladlarımıza onu aşılaya bilək? Biz övladlarımızla ilk öncə dil tapmağı bacarmalıyıq. Və ikinci növbədə biz övladlarımıza istədiklərimizi onlara izah eləməliyik. Nəyin yaxşı olduğunu, yaxşını yaxşı kimi izah eləməliyik və nəyin pis olduğunu ona aşılamalıyıq ki, niyə görə, səbəbini ona deməliyik. Və Qur'an-ı Kərimdə və hədislərə də baxanda görürük ki, kifayət qədər bunun barəsində bizdə yetəri qədər baza var. Yəni bizim qıraqdan, qərbin tərbiyə metodlarından və yaxud da ki, başqa bir yerlərin tərbiyə metodlarından istifadə eləməyə ehtiyacımız yoxdur. Qur'an-ı Kərim başdan ayağa insanı tərbiyə eləyə biləcək bir kitabdır. Sadəcə olaraq biz həm özümüzdə, bu sual həm bizim özümüzdə müəyyən bir yaş həddinə bizim tərbiyə məktəbimiz bağlanıb yox. Biz özümüz də özümüzü tərbiyələndirməliyik öz nöqsanlarımızla. İmam Sadiq əleyhissalam buyurur ki, hər gecə özünü hesaba çəkməyən bizlərdən deyil. Biz öz nöqsanlarımızı görməliyik və onu aradan qaldırmalıyıq və övladlarımıza da ən gözəl şeyləri gözəl bir tərzdə aşılamağa çalışmalıyıq. Qur'an-ı Kərimin təbiri ilə baxsaq görərik ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm özü buyurur ki, mən kamil əxlaqı, yəni tərbiyəni tamamlamaq üçün gəlmişəm. Və Allah o tərbiyə metodları ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin vasitəsi ilə cəmiyyətə təbliğ eləyib Peyğəmbərinin vasitəsilə, Peyğəmbərinə bir kəlmə bu cür nə deyir ki, insanlara qarşı kobud olma, insanlara qarşı mülayim ol ki, onlar sənin sözünü həzm eləyə bilsinlər, qəbul eləyə bilsinlər. Onsuz da qəbul eləməyən eləməyəcək. Və ikinci, baxanda görürük ki, İslam bizə onu öyrədir ki, övladlarınıza nəticələrdən daha çox səbəbləri öyrədin. Hansı səbəb, nəyin nəticəsidir? Bəli, Seyid, əslində burada məsələ bundan ibarətdir ki, yəni mən bir əlavə edeyim. Yəni keçmişdəki olan tərbiyə üsullarının hal-hazırda da yəni effektinin daha az olmasının səbəblərindən biri də budur ki, keçmişdəkinə nisbətən indi mənfi təbliğatlar, qeyri-əxlaqi təbliğatların yayılması daha çoxdur. Təbii olaraq bunun müqabilində də artıq yeni tərbiyəvi üsullar, Quran və hədislər işığında, Quran və Əhl-i-Beyt əleyhissalamın xətti üzərinə yeni tərbiyə metodlarını bizlər bu günləri cəmiyyətə təqdim eləməliyik ki, Quran və Əhl-i-Beyt əleyhissalamın işığı altında yeni metodlar təqdim eləməliyik ki, yeni çıxan qeyri-əxlaqi və mənəviyyətsіз təbliğlərin qarşısında artıq yeni bir yol, alternativlər təqdim eləyək. Bu nəyə bənzəyir? Misal üçün, bir insanın hər hansı bir orqanı xəstədir. Onu müalicə elədir. Amma bundan əlavə bir neçə orqanda da problem yaranırsa, ona uyğun da artıq müalicə tətbiq olunmalıdır. Bu günləri cəmiyyətimizdə müxtəlif yöndə mənfi təbliğatların geniş yayılması yeni tərbiyə metodlarının da ortaya çıxarılmasının vacibliyini bizə təqdim edir. İnşallah ki, mən üzr istəyirəm, vaxt məhdudiyyətinə əsasən suallara nisbətən daha az vaxt ərzində cavablandırmaq istəyən xahiş edəcəm ki, çünki bizim ümumi verilişimiz haradasa 35 dəqiqə çəkir. Ona görə hər suala nisbətən daha az vaxt ərzində qısa vaxt ərzində cavab vermək sizlərdən rica edirəm. Allah sizləri salamat etsin. Seyid, cavablarınızdan dolayı sizlərə minnətdarlığımızı bildiririk. Növbəti sualda inşallah ki, ilahiyyatçı psixoloq Ramil Əmirov qardaşımıza yönəltmək istəyirəm. Deməli, Hacı, yeniyetmənin tərbiyəsində azadlıqla nəzarət arasındakı düzgün sərhəd haradadır? Bismillahirrahmanirrahim.
Bu mövzu çox önəmli bir mövzudur. İnsanları çox düşündürən bir mövzudur. Adətən valideynlərin bu barədə çox sualları olur. Öz yeniyetmə övladıma necə davranım, necə rəftar edeyim, necə ona sərhəd qoyum, azadlığı nə həddə olsun, bunu çox soruşurlar. Mən çalışıram psixoloji nöqteyi-nəzərdən məsələyə yanaşım. Ümumiyyətlə insanın, uşağın dönəmi psixologiyada iki hissəyə bölünür. Bir uşaqlıq dövrü var, 12 yaşa kimi olan dövrdür. Bu uşaqlıq dövrü adlanır. Bir də var 12-dən yuxarı, 12-dən 18 yaşa kimi, bəziləri deyir 19 yaşa kimi. Bu da yeniyetməlik dövrü sayılır. Bu dövrdə valideyn uşağına artıq uşaq kimi, 12 yaşa kimi davrandığı kimi davrana bilməz. Artıq yeniyetməlik dövrüdür. Uşaq bu dövrünü yaşayır. Burada biraz uşaqla fərqli formada davranmaq lazımdır. Yeniyetməliyin tərbiyəsində ümumiyyətlə azadlıqla nəzarət hansı həddə olmalıdır? Baxın, ümumiyyətlə yeniyetməlik dövrü müstəqillik dövrüdür. Uşaq artıq bu dövrdə özünü müstəqil hiss etməyə çalışır və bu dövrdə valideyn ona həm azadlıq verməlidir, həm də nəzarət etməlidir. Azadlığı nələrdə olmalıdır uşağın? Bir yeniyetməliyin, biri 13 yaşlı, 14 yaşlı, 15 yaşlı uşağın azadlığı hansı məsələlərdə olmalıdır? Məsələn, yeniyetmə öz qərarlarını, özünə aid kiçik qərarları özü verməlidir. Və yaxud həmin məsuliyyət hiss etməlidir. Uşaq özündə məsuliyyət hissini hiss etməlidir bu dönəmdə. Məsuliyyətli olmalıdır. Seçim etməyi özü etməlidir. Məsələn, hansı paltarı istəməlidir, məsələn, hansı köynəyi, hansı şalvarı özü seçməlidir. Öz, məsələn, otağını özü yığışdırmağı qərar verməlidir, özü yığışdırmalıdır otağını. Bu kimi şeylərdə və yaxud hansı oyun oynamağı, nəyə marağının olması uşaqda artıq öz seçimi olmalıdır. Valideyn ona o seçimi verməlidir. Uşaq, məsələn, hansı ixtisas seçməyi özü etməlidir. Valideyn müdaxilə etməməlidir. Valideyn buna məcbur etməməlidir ki, sən hökmən həkim olmalısan. Uşağın, məsələn, həvəsi müəllimliyidir, valideyn deyir ki, sən həkim olmalısan. Burada artıq seçimi uşaq etməlidir. Bu işdə uşaq azad olmalıdır, azad seçim etməlidir. Amma nələrə nəzarət etməlidir? Bu artıq, məsələn, təhlükə məsələsidir. Təhlükəsizliyini valideyn təmin etməlidir uşağın. Məsələn, elə məsələlər var ki, zərərli vərdişlərdir, təhlükəli işlərdir, sonra gecə yarısı küçədə qalmasıdır. Bu məsələlərə valideyn artıq nəzarət etməlidir, bu işi kontrolda saxlamalıdır. Hətta dolayısıyla yoldan da olsa, bu məsələlər nəzarətdə qalmasa, bir zaman ailəşir, uşaq artıq başqa yollardadır. Ona görə bu məsələdə valideyn nəzarət etməlidir. Amma bəzi məsələlər ki, dediyim, onlarda valideyn uşağa azadçılıq verməlidir. Ümumiyyətlə, həddindən artıq uşağa nəzarət olunsa, nə baş verəcək? Uşaq yalan danışacaq. Əgər valideyn həddindən çox uşağı nəzarətdə saxlayırsa, uşaq yalan danışacaq, gizli işlərlə məşğul olacaq, içində bir qəzəb, üsyan olacaq. Bəzən valideynlər deyirlər ki, seanslarda ki, mənim uşağım çox qəzəblidir, aqressivdir, nə deyirəm, mənə qarşı çıxır, üsyana qalxır. Axı, valideyn istəyir ancaq bunu nəzarətdə saxlasın. Deyir, mən bunu nəzarətdə saxlamasam, bu birdən yolunu azacaq, birdən başqa işlərlə məşğul olacaq. Ona görə daim gərək kontrolda qalsın. Uşaq da görür ki, valideyn onu kontrolda saxlayır, uşaq sıxılır, başlayır valideynə qarşı üsyan eləməyə. Bu baxımdan çox nəzarət olmaz. Bəli. Bəs bu barədə aydındır. Yəni mövzu aydındır. Sadəcə olaraq bu barədə inşallah İlahiyyatçı Seyid Mir Heydər qardaşımızın da fikrini soruşmaq istədi ki, o bu fikirlərə nə əlavə eləmək istəyir və yaxud da yəni fikrini bir dənə götürmək istədi bu sual barəsində Seyid sizdən. Əslində Ramil qardaş gözəl vurğuladı. Mən onun fikirlərinə qatılıram və hədis şəriflə istəyirəm cavab verim ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm övlad tərbiyəni mərhələli şəkildə 3 yerə bölür. Buyurur ki, ilk 7 ili o sözün ağovuzdur. Nə istəyir qoy eləsin. Uşaqlıq dövrünü yaşasın. 7 yaşından 14 yaşına qədər sən onun ağasısan. Artıq sən burada ona yaxşı ilə pisi ayırt eləməyi, xətalardan uzaq olmaq mexanizmlərinin hamısını sən ona tədricən aşılamalısan. 14 yaşından 21 yaşına kimi ki, o ki artıq cəmiyyətə bir şəxsiyyət olaraq inteqrasiya eləyəcək və daxil olacaq, artıq orada sənin onun verdiyi hər bir səhv qərarda sənin də payın var, düz qərarda sənin də payın var.
Və ona görə də Qur'an-ı Kərimin ayəsinə nəzər salanda görürük ki, biz həmişə qiyamətdən danışanda deyirik ki, qiyamətdə insanın əməlləri soruşulacaq. Qiyamətdə insanın əməllərindən yanaşı, onun əqidəsi, onun etiqadı barəsində ondan sorğu-sual olunacaq. Amma bizim unutduğumuz bir dənə nüans ondan ibarətdir ki, qiyamət günündə ata və anadan öz övladı barəsində də sorğu-sual olunacaq ki, sənin övladın niyə görə bu cür nə oldu? Qur'an-ı Kərimin ayəsinə nəzər salanda görürük ki, Allah Qur'an-ı Kərimdə buyurur ki, "Vaqifuhum innahum mas'ulun." Onları saxlayın ki, onlar məsuliyyət daşıyırlar. Ata və ana övladını kamil bir şəkildə Allahın və Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin sünnəsinə uyğun tərbiyələndirsə, ondan şəxsiyyət formalaşacaq və şəxsiyyət olacaq. Və biz baxanda görürük ki, həqiqətən də ata öz övladı ilə dost olmalıdır. Ana öz övladına o qədər yaxın olmalıdır ki, onun bütün dərdini, sərini gəlib onu ilə bölüşsün. Onların arasında heç bir, belə deyək, pərdə olmasın. Yəni, bəzi məsələlər istisna olmaqla. Və bu məsələyə diqqət eləyəndə görürük ki, bəzən insan öz övladlarına ədalətsiz yanaşır. Görürsən ki, bir ailədə 3 övlad var, 4 övlad var. Böyük övlada daha çox ürək yandırır. Məsələn üçün, balaca övlada daha çox şirinlik eləyir. Amma ortadakı övladlarına və xüsusilə bu qız övladlarının başına gəlir. Qız övladlarına, oğlan övladlarına verdiyi dəyəri vermir. Bu da bir başqa bir problemdir. Ona görə biz xüsusilə baxanda görürük ki, Əhl-i-Beyt əleyhissalam bizə bunu öyrədir ki, övladlarınızı 3 şey üzərində tərbiyələndirin. Onlardan biri odur ki, onlara elm verdiyiniz kimi onlara əqidə də aşılayın. Onlara Allahı tanıtdırın. Atanın və ananın öhdəsində budur ki, ata və ana övladının məsuliyyətini öz üzərinə götürür. Ruzi cəhətindən öz məsuliyyətini üzərinə götürür. Təhsil cəhətindən məsuliyyəti üzərinə götürür. Amma görürsən ki, dininin formalaşmasında o məsuliyyəti hiss eləmir. Bir də ayrılır görür ki, evlad əqidəsizlikdən elə bir cərəyanlara gedir, qoşulur ki, və yaxud elə bir etiqadlara başlayır etiqad eləməyə ki, bu onun, belə deyim, məhvinə səbəb olur. Onun tənəzzülünə səbəb olur. Ona görə gözəl bir söz var, qoy o sözü hələ desəm burada yeri var ki, övladına Allahdan danışmayan gün gələr, övladından danışar. Ona görə burada vaxt və mexanizm cəhətindən ata və ana öz övladının mənəvi abu-havasınadır, mənəviyyatına da diqqət eləməlidir ki, övlad şəxsiyyət kimi formalaşa bilsin. Allah razı olsun. Xeyir, minnətdarlığımı bildirirəm. Əslində mən də bu suala qısa olaraq bir dənə əlavə eləmək istəyirəm. Mən düşünürəm ki, yəni mənim subyektiv fikrimdir. Valideynin övlada qarşı bir neçə yerdə haqsızlığı olur və bu haqsızlığı övladının gələcəyinin məhv olmasına deyərdim. Gələcəkdə diqqəti və qayğını, sevgini, fikrini aşılamağı yanlış yerlərdə axtarmasına səbəb olur. O da bundan ibarətdir ki, az yaşlı və yaxud da yeniyetmə hər hansısa bir mövzuda istəyir, ailəvi mövzu olsun istəyir, hər hansısa bir, yəni ümumi olaraq bir mövzuda fikir bildirəndə övlada uşaqsan, get düşünlə məşğul ol. Bu söz mən deyərdim ki, övladın belini sındırmaq deməkdir və övladın artıq şəxsiyyətini zədələmək deməkdir. Bəli, övladın fikrinə razı olmaya bilərsən, övladın yanlış düşüncədə ola bilər. Amma ən azından bir valideyn olaraq övladı dinləmək, onun da bir şəxsiyyət olaraq fikirdə, düşüncəyə sahib olduğunu qəbul edib və ona da bunu aşılamaq valideynin deyərdim ki, borcu və vəzifəsidir. Lakin çox təəssüflər olsun ki, bu günləri yayğın fikirdir ki, uşaqsan, get işinlə məşğul ol, uşaqsan, bu məsələlər sənlik deyil, get dərslərini oxu və s. Bəli, valideynlərin həqiqətən də bu mövzularda yanlış təfəkkürlərə sahib olması tez-tez görülür. Növbəti sualı inşallah səsləndirmək istəyirəm. Allahın izniyle bu sualda gözəl sualdır. Deməli, sualı verirəm, həm Ramil qardaşımızın, həm də Seyid qardaşımızın fikrini bu barədə alacağım. Çünki sual elə bir mövzudur ki, həm psixoloji cəhətdən suala cavab vermək lazımdır, həm də dini cəhətdən, Quran və sünni işığında cavab vermək lazımdır. Deməli, sual bundan ibarətdir. Yeniyetmələrin şəxsiyyətinin formalaşmasında dostların təsiri daha çoxdur, yoxsa ailənin?
Ramil qardaşımız inşallah bu suala cavab versin. Ardınca da inşallah Seyid qardaşımız da bu suala cavab versin. Yəni fikirləriniz. Hər ikisinin önəmli rolu var. Yeniyetmənin şəxsiyyətinin formalaşmasında. Burada birinci uşaq vaxtı ailənin çox önəmli olur. Yəni uşaq məsələn 5, 6, 7 yaşa kimi valideynin təsiri çox olur uşağın şəxsiyyətinin formalaşmasında. Xüsusən də psixologiyada o 0-6 yaş deyirlər də. Bu yaş dönəmində əksər insanın 70% şəxsiyyətlər 6 yaşa qədər formalaşır. Bu dönəmdə valideynin təsiri çox böyükdür. Əgər valideyn ailədə övladı ilə doğru düzgün davranmağı varsa, atanın ananla münasibəti doğrudursa, düzgün münasibəti varsa, uşağın şəxsiyyəti doğru şəkildə formalaşacaq. Çünki uşaq gözünü açır, ilk öncə atanı görür, ananı görür. Əgər görür ki, ata-ana davaşır, bir-birindən müharibədədirlər, təhqir var, söyüş var, təbii ki, uşağın şəxsiyyəti orada tam formalaşmayacaq. Uşaq aqressiv bir uşaq kimi formalaşacaq. Necə ki, seanslarda bunun şahidi oluruq biz. Ona görə valideyn, xüsusən də bu 6 yaş dönəmində, bu dinimizdə də belədir, psixologiyada da belədir. Uşağa doğru düzgün tərbiyə verməlidir. Həm özü doğru düzgün davranış göstərməlidir bir-birinə qarşı. Həm uşaqla doğru şəkildə davranmalıdır. Uşağın şəxsiyyəti tapdanmamalıdır, təhqir eləməməlidir. Baxın, var uşağın özünü pisləmək, var davranışını pisləmək. Əgər uşaq bir səhv iş görürsə, yanlış bir hərəkət edirsə, bu zaman valideyn onun özünü yox, davranışını tənqid etməlidir. Məsələn, oğlum, qızım, sən bunu düz danışmadın, bu davranışın yanlış idi. Bax, bu cür danışmalısan. Bu sözü burada deməməlisən, bu hərəkəti etməməlisən. Səni çox istəyirik, sən bizim əzizsən, dəyərlisən, amma bu davranışın xoşuma gəlmədi. Bax, bu cür metod, bu cür davranış uşağın doğru düzgün şəxsiyyətin formalaşmasına kömək edir. Amma uşaq yetişir, məsələn, artıq dostlarına çıxır, dostlarının məsələn məktəbdə, məhəllədə, artıq burada dostlarının təsiri çoxdur. Əgər ailədə boşluq varsa, təbii ki, uşaq çöldən çox təsir alacaq. Məsələn, əgər ailədə ata uşağı eşitmirsə, ana eşitmirsə, uşağı dinləmirlərsə, uşağa şəxsiyyət kimi baxmırlarsa, uşaq çöldə axtaracaq onu. Çöldə dostunun sözünün təsiri altına düşəcək, sinif yoldaşının sözünün təsiri altına düşəcək. Artıq onlar onun şəxsiyyətini formalaşdıracaq. Onların təsiri altında uşaq artıq yetişəcək. Sonra indi yaxşı dost olsa, uşaq yaxşı formalaşacaq. Pis dost olsa, onda uşağın şəxsiyyəti naqis formalaşacaq. Ona görə bu məsələdə valideyn diqqət etməlidir ki, əgər tam uşağa sevgini verə bilsə, uşağa doğru düzgün tərbiyə verə bilsə, uşaq artıq çöldə onun dostunun, sinif yoldaşının o qədər təsiri olmayacaq uşağa. Çünki uşaq evdə onu görüb, o sevgini, o qayğını, o diqqəti evdə gördüyünə görə də çöldəkilərin elədiyi ona o qədər təsir etməyəcək. Bununla bərabər valideyn gərək uşağa da nəzarət eləsin ki, hər dostuna oturub durmasın. Dinimizdə də var, insan dostunun dinindədir. Yəni uşağın o dostlarına nəzarət eləməlidir, qızın rəfiqələrinə nəzarət eləməlidir ki, kimlərlə oturur, kimlərlə get-gəlir var uşağın, kimlərlə əlaqə saxlayır. Buna adətən nəzarət olmasa, bir zaman ayrılacaq ki, uşaq başqa yollardadır. Ona görə hər ikisinə diqqət etməlidir. Bəli, inşallah Seyid sizin də fikirlərinizi alaq bu barədə. Mən ilk öncə yenə də vurğulayım ki, lahiyyətli qardaşım Ramil gözəl nöqtələrə toxundu. Onun sözünün biraz da daha yanında təliq olaraq bunu deyək ki, mən Ramil qardaşım dediklərindən razıyam. Amma burada bir məsələ var ki, biz əxlaqi mövzudan danışırıqsa, bunu vurğulamalıyıq ki, insanın bir əxlaqı onun zatından gəlir. Yəni nəsildən, kökdən ki, o onda formalaşır. O istəməsə də onda özünü bir uzə verir. Ona biz xasiyyət deyirik. Və bir də var əxlaqil kəsbi, insanın özünün kəsb elədiyi əxlaq. Burada ilk öncə məsuliyyət düşür ata və ananın üzərinə. Çünki onlar öz nöqsanlarını bilirlər, öz mənfilərini və müsbətlərini bilirlər. Və övladlarını hansı istiqamətdə tərbiyələndirmək qalıb onların öz öhdəsində ki, sabahları bu cəmiyyətə inteqrasiya olunanda, cəmiyyətə daxil olanda, biz buna nə cürünə tərbiyə vermişiksə, o cürünə insanları axtaracaq və o cürünə insanları özünə dost seçəcək. Və ona istiqamət vermək ilk öncə ananın və sonra atanın vəzifəsidir. Mən İmam Sadiq əleyhissalamdan bir hədis demək istəyirəm ki, əgər İmam Sadiq əleyhissalam buyurur ki, əgər istəmirsinizsə ki, övladlarınız azğın və günahkar şəxslərlə oturub dursunlar,
zəlalət əhli ilə otursunlar, dursunlar, onlara bizim hədislərimizi öyrədin. Onlara Qur'an-ı Kərimi öyrədin. Tərbiyə üsullarına baxanda görürük ki, atanın və ananın üzərində olan məsuliyyətlərdən biri odur ki, ona gözəl ad qoysun, ona gözəl tərbiyə versin və ən üçüncü, ona Qur'an oxumağı öyrətsin. Yəni, Qur'an oxumaq deyiləndə Qur'anın hökmlərini və Qur'anın göstərilişlərini ona aşılasın ki, o cəmiyyətə daxil olanda pislə yaxşını ayırt eləyə bilsin. Pis dostla yaxşı dostu ayırt eləyə bilsin. Və biz onda bu mələkənin şuur altında bu mələkəni formalaşdıra bilsək, o cəmiyyətə sağlam bir şəkildə daxil olacaq və onu heç bir vəslə nə aldatmaq olar, nə onu yolundan azdırmaq olar, nə də ona bir yollarla onu o inancından, əxlaqından uzaqlaşdırmaq olar. Mən belə bir dənə bir söz deyim. Qur'an-ı Kərimə baxanda görürük ki, Loğman surəsinə Loğman əleyhissalam öz övladına tərbiyə verir və ona öyrədir. Biz o tərbiyə üsulunu öz övladlarımızın üzərində tətbiq edək ki, Loğman əleyhissalam hikmət sahibidir və övladı ilə onun dostu kimi danışır və ona yol göstərir ki, əgər xoşbəxt olmaq istəyirsənsə, əgər həyatda müvəffəq olmaq istəyirsənsə, əgər qabağa getmək istəyirsənsə, əgər cəmiyyətin bir fərdinə sağlam bir fərd çevrilmək istəyirsənsə, biz Qur'an-ı Kərimdə Loğman əleyhissalamın verdiyi tövsiyələri öz övladlarımıza gözəl bir tərzdə aşılaya bilərik. Sözüm bu qədər. Bəli. Əslində mən sonra əlavə edeyim, növbəti sual səsləndirəcəm. Valideynlər bu günləri cəmiyyətə öz övladlarını buraxanda əslində bir növ onlara şəxsiyyət axtarışı edən bir insan kimi cəmiyyətə buraxmamalıdır. Övladına hazırlamalıdır. Ramil qardaşımızın dediyi kimi psixoloji cəhətdən hazırlamalıdır və Seyid Mirəydər qardaşımızın da vurğuladığı kimi dini cəhətdən Quran və Əhl-i Beyt əleyhissalamın tərbiyəsindən onu hazırlamalıdır və cəmiyyəti bu halda buraxmalıdır. Bax, mən səni hazırladım, sən cəmiyyətdə doğru bildiyin müsbət şeyləri götür, onu fəhm elə, yanlış bildikləri və doğruya dəvət elə, doğruya dəvət etmə iqtidarında deyilsənsə ondan uzaq ol. Övlad, uşaq, yeniyetmə bunu bilib cəmiyyətə addım atmalıdır. Nəinki pərakəndə və boş bir şəkildə. Əks halda o boşluğun yerini batil, yanlış və zərərli olan şeylərlə doldura bilər və bundan heç kim sığortalı deyil. Növbəti sualı inşallah səsləndirmək istəyirəm. Onu da qeyd edeyim ki, 7 dəqiqə vaxtımız qalıb inşallah. Bu da önəmli bir suallardan biridir. Düşünürəm ki, 7 dəqiqə ərzində bu suala cavab verək Allahın köməyi ilə. Media yeniyetmələrin tərbiyəsində hansı rolu oynayır? Formalaşdırıcı yoxsa dağıdıcı? Mən cavab verim. Deməli, ümumiyyətlə media hal-hazırda cavanların, insanların həyatlarında çox önəmli rol oynayır. İnsanların düşüncələrinə, həyat tərzinə çox böyük təsiri var medianın. Çünki hər kəsin evində internet var, Wi-Fi var, telefon var, kompüter var, istifadə edirlər. İndi orada yaxşı tərəfləri də var. Məsələn, insan baxır orada, məsələn, özünə aid olan bilik öyrənir, elm öyrənir, ünsiyyət bacarıqlarını öyrənir, motivasiya verici bir qüvvə olur üçün media. İnkişaf edir, öz üzərində işləyir. Bu da evində oturur, internetdən istifadə edir uşaq, özünü inkişaf etdirir. Bu yaxşı cəhətdir. Amma dağıdıcı təsiri bu ola bilir ki, insan. Oradan uşaq baxır, yeniyetmə baxır, aqressiyanı öyrənir. Kobud danışıq tərzini öyrənir. Və yaxud orada asılılıq yaradır uşaqda. Məsələn, uşaq bütün gün elə mediadadır, bütün günü baxır, oradan məsələn dərsdən kənarlaşır, ancaq görürsən bütün günü internetdə vaxtını orada keçirir, vaxtını boş-boş sərf eləyir. Çünki düzgün valideyn və də valideynin burada önəmli rolu budur ki, övladına internetdən, mediadan doğru düzgün istifadə qaydasını öyrətməlidir. Günün neçə saatını mən internetdə olmalıyam, mən nələrdən istifadə etməliyəm, mənə nə faydadır ondan istifadə etməliyəm, nə zərərlidir ondan çəkinməliyəm. Bəzən valideynlər uşaqlara bunu demirlər. Ya dili olmaz, ya da qabanı buraxır. Uşaq bilmir hansı zərərdir, hansı xeyirdir, onlardan necə istifadə etməlidir, necə bəhrələnməlidir. Valideyn bunun fərqində olmur. Bir də ailə ki, görür ki, uşağı başqa yollardadır. Niyə? Çünki vaxtında uşaqlar öyrətməyib. Axı uşağı maarifləndirmək lazımdır.
Uşağa bir agahlık vermək lazımdır. Uşaqda bir fərqindəlik yaratmaq lazımdır ki, mənim balam, bax bunu istifadə edirsən, bunun bu xeyir cəhətləri də var, bu zərər cəhətləri də var. Bunu istifadə etsən, səndə elmi artacaq, inkişaf edəcəksən, bunu istifadə etsən, səndə zərər verəcək, səni tənəzzül aparacaqdır. Bu baxımdan valideyn deməməli, bu sənə olmaz. Olar, internetdə istifadə edə bilərsən, amma nəyə istifadə edə bilərsən, buna diqqət etməlisən. Qəti qadağa qoysan, axı qadağaya bizdə meyil var. Qadağa qoysan, uşaq ona meyil edəcək. Ona görə uşağa doğru düzgün istiqamət vermək lazımdır. Bəli, aydındır. Mən Hacı Seyid qardaşım, Hacı minnətdarım Seyid qardaşımıza ki, bu sualı yönləndirmək istəyirəm. Çox dəyərli bir sualdır. Artıq 4-5 dəqiqə vaxtımız qalıb. İnşallah Seyid bu 4-5 dəqiqə ərzində bu suala cavab versə şad olarıq. Seyid, niyə bəzi yeniyetmələr dini dəyərlərdən uzaqlaşırlar? Çünki valideynlərin tərbiyə üslubu dini mövzularda çox səhv istiqamətdədir. Elə başa düşür valideynləri ki, dini mövzularda ancaq övladı qorxutmaq lazımdır. Və onda qorxu hissi aşılamaqla ondan dinə qarşı bir dənə ikrah hissi yaradır ki, din mənə məhdudiyyət yaradır, din qorxulu bir şeydir və xüsusilə burada diqqət olunmalı məsələ ondan idi ki, valideyn övladına dini məsələləri özü öyrətməlidir. Əgər bu günləri valideynlər bu məsələdə süstlük eləyirsə və dinlə öz övladlarını tanış eləmirsə, çünki bu İslamın və bütün dinlərin göstərişidir. Bütün dinlərin göstərişidir ki, insan axtarmalıdır, araşdırmalıdır, özü etiqad eləməlidir. Amma onun yanında ona belə deyək, yaxşı bir müəllimə ehtiyac var. O müəllim ilk öncə insanın valideynidir ki, onu Allahla tanış eləsin. Biz baxanda hədislərimizdə görürük ki, atanın boynunda birinci vəzifələrindən biri odur ki, öz övladına təvhidi aşılasın. Təvhidin həqiqətlərini aşılasın, dinin həqiqətlərini aşılasın ki, övlad dindən qorxmasın. Çünki valideyn əgər övladına dini aşılamasa, ona din qıraqdan qəribə bir şey kimi gələcək. Bayaqları qabaqki bir sualda verdinizə, medianın uşaqlara bu günləri təsiri nə qədərdir? Mən deyərdim ki, bu günləri evladlarımızı tamam formalaşdırmamış, onları mediadan uzaq tutmağa ehtiyac var, xüsusilə sosial şəbəkələrdən. Çünki bu günləri sosial şəbəkələr, internet aləmi bizə onu nəyi göstərir? Mən əziyyətsiz istədiyim hər bir məlumatı girib 2 dəqiqənin içərisində yazmaqla əldə edə bilərəm. İstər din barəsində, istər dünyəvi mövzular barəsində girirəm, 2 dəqiqənin içərisində yazıram, istədiyim məlumatı ətraflı, dolğun əldə edirəm. Amma bəzi qiymətli dəyərlər var ki, onları mediadan, onları internetdən, sosial şəbəkələrdən öyrənmək qeyri-mümkündür. Onlar üçün insan əziyyət çəkməlidir. Əziyyət çəkməlidir ki, bəhrəsini görsün. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, mən tələbəl ulə səhərəl leyali. Kim əgər ucalıq istəyirsə, az yatmalıdır, gecələrini yuxusuz keçirməlidir ki, geçsin hədəfinə çata bilsin. Ona görə də bu günləri din evlatlarımızın xoşbəxtliyi yolunda bir vasitəyə çevrilməlidir. Vasitə olmalıdır ki, evlatlarımızın xoşbəxtliklərini dinin içərisində görsünlər. Bu günləri evlatlarımız öz xoşbəxtliklərini dində görmürlər və media və sosial şəbəkə bu xoşbəxtliyi kef məclislərində, bihudə işlərdə, məsələn belə deyək, əyləncələrdə təlqin elədiyinə görə evlatlarımız dinə deyir ki, din mənə məhdudiyyət qoyur bu cəhətdən. Və biz valideyn olaraq, hər birimiz burada valideynik, izləyicilərimizin əksəriyyəti demək olar burada valideyndir, babadır, nənədir, atadır, anadır. Bizim boynumuzda odur ki, biz öz övladlarımıza dinin əhəmiyyətini başa salaq ki, din insan üçün məhdudiyyət yaradan bir sahə deyil. Din insanın şəxsiyyətini formalaşdıran bir sahədir ki, istəyir ondan zərərli, istər maddi zərər olsun, istər mənəvi zərər olsun. Bəzi zərərlər var ki, maddidir, biz onu gözlə görürük. Və uşaqlarımızı, evladlarımızı, hətta özümüzü də ondan uzaq tuturuq ki, bunun mənə ziyanı var. Amma bəziləri var ki, onlar mənəvi zərərdir. Biz onu hiss eləmirik. O qram-qram belə deyək,
loru dildə bizim qanımıza işləyir. Və bir də aydın Aydındır. görürük ki, biz onun təsiri altındayıq. Aydın. Seyid üzr istəyirəm. Allah razı olsun. Hazır qardaşımızla bir dəqiqə artıq vaxtımız qalır inşallah ki, bir dəqiqə ərzində bu suala yəni bir psixoloq kimi inşallah cavab verə bilər inşallah. Hansı sual? Dini suala- yeniyetmələrin gənclərin dini dindən uzaq olmasının səbəbi, yəni dini dəyərlərdən uzaqlaşmasının səbəbi. Əsas səbəb burada valideyndir birinci növbədə. Əgər valideyn doğru düzgün şəkildə dinə riayət eləsə, sadəcə sözdə yox, əməldə riayət eləsə, övlad da dindar kimi yetişəcək. Birinci amil valideyndir. İkinci amil bəli, sosial şəbəkələrdə ki, Seyid qardaşımız gözəl vurğuladı. O da ki, yəni orada görür, yəni orada tam başqa bir şey səhnələr görür. Ona dini ona mane bilir də. Düşünür ki, mən dindar olsam, mən çox şeylərdən məhrum olmalıyam. Ona görə o dindən uzaqlaşır. Həm də yeniyetməli dövr, ümumiyyətlə uşağın dəyişkən bir dönəmidir. Bu dönəmdə insana görə dindən biraz soyuma da olur. Burada valideynin doğru düzgün davranışı lazımdır ki, uşaq dindən tam soyulmasın. Burada da valideyn çox önəmli rol oynayır mən düşünürəm. Sosial şəbəkələrin çox valideynin rolu çoxdur. İnsanın dindar olub olmamasında. Aydındır, Seyid, Allah razı olsun. Əvvəla mən minnətdarlığımı bildirirəm ki, bu mövzuda dəyərli fikirlərinizi bizlərlə bölüşdünüz. Bir mənalı olaraq bu günləri əslində övladın həqiqi ehtiyacı nəyədir? Zərərli olan nədir və faydalı olan nədir? Bunu övlada öyrətmək lazımdır ki, məhz elə din də insana nə faydalıdırsa onu götürməyi, nə zərərdirsə onu özündən uzaqlaşdırıb dəf etməyi təlqin edir və bunu öyrədir. Əgər övlad bunu bilsə, aldadıcı ləzzət qiyafəsində görsənib həqiqətdə zərərdən başqa bir şey olmayan yollara, meyllərə əsla yönəlməyəcək. Bu səbəbdən dolayı da ən birinci dini düzgün şəkildə təqdim etdirmək və həqiqi zərərin də nə olduğunu öyrədib, faydalı şeylər də öyrədib və bunu dinlə sintez edib, əslində dinin də məhz elə faydalı şey təlqin etdiyini, zərərlərdən uzaqlaşdırdığını öyrədəndən sonra artıq övlad, gənc hər addımını dinə uyğun şəkildə atacaq. Nəinki dindən uzaq, dindən kənar şəkildə. Mən minnətdarlığımı bildirəm. Allah sizlərdən razı olsun ki, bizim dəvətimizi qəbul ediniz bu günləri. Önəmli bir mövzunu inşallah ki, artıq bitirmək üzrəyik Seyid inşallah. Artıq 38-də tam olaraq yayımdan sağollaşma mərhələsi olacaq ki, artıq saniyələr qalır. Olaraq, bəli, əgər bir neçə saniyə çəkəcəksə, bəli, buyurun Seyid, yəni, bəli, buyurun. Biz övlad tərbiyəsindən danışdıq. Mən bir dənə də kəlmə demək istəyirəm ki, övladlarımız da bilməlidirlər ki, ata və ana onlar üçün nə qədər əhəmiyyətlidir həyatlarında. Mən qısa bir Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir söz demək istəyirəm. Bir nəfər gəlir Peyğəmbərimizin yanına, buyurur ki, ya Rəsulullah, mən çoxlu günahlar eləmişəm. Mən istəyirəm onlardan bağışlanım, tövbə edeyim. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşur ki, sənin anan həyatdadır? Bir yox, xeyr. Daha sonra bu cür nə Peyğəmbər deyir ki, bəs atın həyatdadır? Bir bəli. Onda atın sənin üçün, sənin bağışlanmağın üçün dua eləsin. Həmin şəxs olub gedəndən bir kəlmə söz deyir ki, kaş onun anası sağ olardı. Yəni demək istəyirəm ki, insan bəzən əlində olan nemətin qədrini. Allah razı olsun Seyidcan. Allah salamat eləsin, minnətdarlığımızı bildiririk. Çox sağ olun, var olasın inşallah. Bəli, dəyərli izləyicilərimiz, Allah bizləri, xüsusən də gənc nəsli xətadan, baladan amanda saxlasın, sizlər və bizləri müvəffəq edəsin. Elhamdülillahi Rabbil alemin. Allahümmə salli alə Muhammed və alə Muhammed. ...360 dərəcə canlı Azərbaycanda.